إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اِتَّقُوا اللّٰهِ. Əziz değerli kardeşler, ilk önce Allah'tan korkmağı tövsiye edirəm. Bu Rabbimizin hem birincilere hem sonunculara ettiği bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizden əvvəlki əhli kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edirik. Ona göre de Allah'tan korkun, layiqincə bilin ki Allah Teala bizi bu əzəmətli aya çatdırıb və ay həqiqətən əzəmətlidir, mübarəkdir. Onda saysız, hesabsız xeyirlər var, tükənməyən nemətlər var. Və bəs edir ki, xas olaraq fərz edib bizə bu ayda oruç tutmağı. Deyərək ki, ya eyyühəl-ləzīnə əmənu Kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum leallekum tettaqun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə fərz edildiyi kimi oruç fərz edilib. İman sifəti ilə xitab edib bizə və göstərib ki, oruç bizə fərzdir. Bizim öz xeyrimiz üçün, əzəmətli hikməti, təqvanı əldə etməyimiz üçün. Ona görə buyurub ki, fəmən şəhidə minkumuş-şəhra fəliyasum. Kim aya çatarsa qoy oruç tutsun. Və oruc da adət deyil ki, istədiyimizdə onu tutaq, istədiyimizdə tərk edək. Və ya ikinci dərəcəli bir şey deyil ki, bir iş deyil ki, laqeyd yanaşaq, səhlənkar yanaşaq. Əksinə rukundur. İslamın rukunlarından biri, necə ki, hədisdə gəlib ki, İslam 5 dayaq üzərində qurulub, onlardan birini sayanda deyir ki, sallallahu aleyhi və səlləm və səvmu Ramazan. Ramazanın orucunu tutmaq. Və kim səhlənkarlıq edirsə bu ayın orucunda və ya tərk edirsə bu ayın orucunu şəri üzül olmadan, heç bir üzrü olmadan öz nəfsini böyük bir təhlükəyə atır. Əzəmətli bir təhlükəyə atır. Və qəlbi içində cürət qapısı açır. Və elə-belə cürət yox. Allah Teala'ya qarşı cürətlənir, qoyduğu qadağalara cürətlənir, qoyduğu hədlərə, onları aşmağa cürətlənir. Və məsələ də asan bir iş deyil. Hansı ki, baxsaq görərik ki, üzr bu ayda əslində rüxsətdir Allah Teala'dan. Verib bəzi insanlara o rüxsəti bu ayın orucunu tutmasınlar deyə, xəstəyə verdiyi kimi, müsafirə, səfərdə olana verdiyi kimi, heyzli, nifaslı qadınlara, eləcə də övladına süd verən analara verdiyi kimi və ya həqiqətən oruç tutsa ona zərər toxunacaq bir kəsə verdiyi bir rüxsətdir. Çünki Allah Teala rəhməti genişdir, bəndələrinə rəhimlidir. Ona görə deyir ki, فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا وَعَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ. Sizdən kim xəstə olsa və ya səfərdə olsa, o tutamadığı günlərin sayı qədər bəlli günlər hansı ki, tuta bilməyib, bir o qədəri başqa günlərdə tutsun. Lakin sözümüz burada nəyədir? Kim bilərəkdən orucunu pozarsa, üzürsüz və ya orucu heç tutmazsa, səhlənkarlıq edərsə əslən, oruca başlamazsa, onun üçün qorxulur. Ona görə də Allahın elçisinin zikr etdiyi bir təhdidə istəyirəm qulaq assın olar. O təhdid ki, əgər qəlb varsa o insansa, dinləsə, dərk etmək istəsə, qəlbi oyanar. Və əgər başa düşə bilsə, orucun hörmətini əzəmətləşdirər. Başa düşər oruc nədir? Nəfs üçün necə hörmətlidir? İbn-i Xuzeymə, rahiməhullah, eləcə də İbn-i Hibbən öz səhihlərində Əbu Umamə Əl-Bahili radiyallahu anhudan bir hədis nəql ediblər bizə. Və hədis də əzəmətli hədisdir. Deyir ki, Əbu Umamə eşitdim ki, Peyğəmbər sallallahu aleyhi və səlləm
deyirdi ki, beynə ənə nəyim. Bir dəfə yuxudaykən və ya yatdığımda ətəni raculən, 2 kişi gəldi yanıma. Yəni 2 nəfər yanına gəlir. Fəəxədə bidabği və bidabği və qollarımdan və ya qoltuqlarımdan girərək, tutaraq məni apardılar. Fəətəyə bicəbəlin var. Bir sıldırım dağın yanına gətirdilər. Sərt, sıldırım bir dağ və dedilər ki, İsa'd, dedilər, qalx. Dedim ki, inni lə utiquhu. Mən bacarmaram ora qalxmağa. Dedilər ki, innə sənusəhilhu lək. Biz onu sənin üçün asanlaşdıracaq. Yəni qalxmağı sənin üçün asanlaşdıracaq. Fəsəuddu həttə idə kuntu fi saratil cəbəl. Qalxdım elə ki, dağın ən yüksəkliyinə çatdım. İdə bi əsvatin şədidə. Şiddətli səslər eşitdim. Fəqultu mə hədihil əsvat. Dedim ki, nədir bu səslər? Dedilər ki, hədə ivə əhlünnar. Dedilər ki, bu cəhənnəm əhlinin ulamağıdır. Thummən tuliqə bi. Sonra məni apardılar, yəni bir başqa yerə. Fəidə bi qovmin muallaqinə bi əraqibihim. Və gördüm ki, bir qövm, yəni bir dəstə insan ayaqlarından asılıblar. Daha doğrusu desək, söz tərcümədə dizlərinin arxasındakı vətərlərdən, damarlardan asılıblar. Muşaqqaqətən əştaquhum. Ağızları da cırılmış, yəni yanaqları cırılmış və ya yırtılmış. Təsilu əştaquhum demə. Və yanaqlarından qan axır. Fəqultu mən həulə. Dedim ki, kimdir onlar? Qal, dedilər ki, əllezine yuftiruna qablə ən təhillə səvmihim. Bu o kəslərdir ki, orucu açmaq halal olmamış oruclarını pozublar. Bu o kəslərdir ki, yəni iftar hələ girməmiş, orucu açmaq icazəli olmamış oruclarını açıblar. Bu Peyğəmbər s.ə.v-in yuxusudur. Və Peyğəmbərlərin yuxusu da haqdır. Və Peyğəmbər s.ə.v yuxusunda nə görübsə, xüsusən də Allah Taala'nın əhkamları haqda və ya qeybi məsələlər haqda və ya gizli nə varsa insana bu dünyada, Peyğəmbərlər nə görübsə yuxuda o ya xəbərdir, ya da təlimdir. Deyir ki, sallallahu aleyhi və səlləm, qablə təhillətə səvmihim. Onların orucu açmaq, halal olmamış oruclarını açıblar. Bu, əgər o kəslər üçündürsə ki, oruc ola iftarlarını qəsdən tez açırlar, bu təhdid, bu əzab olar üçündürsə, gör əgər heç oruç tutmayanları nə cəza gözləyir. Onlar baxmayaraq oruc idilər, lakin günəş batmamışdan, iftara izin olmamışdan oruclarını açıblar. Allah Taala bu cür əzab vəd edib onlara. Və əgər qəsdən, adətən orucu tutmayan, orucu heç sayan, əhəmiyyətsiz sayanın cəzası düşün ki, necə? Ona görə bu hədis qabağımızda əzəmətli bir məna qoyur, əzəmətli bir məsələyə toxunur. Açıq aydın bir məsələ ki, Allah Taala'nın hədləri seçim deyil, kim necə istəyir elə etsin. Kim necə istəyir, hansını istəyir seçsin. Və oruc da oyuncaq deyil, əksinə əzəmətli bir günahdır onu tərk etmək. Elə bir günah ki, cəzası var. Allah Taala vəd edir və təhdid edir bu hədislə. Və bu hədis o demək deyil ki, biz ümid qaplarını bağlayırıq, yox. Bu hədis əksinə ümid qaplarını açır, qəlbləri oyadır. Neçə insan var ki, itirib bir günün orucunu, lakin sonra tövbə edib, sadiq tövbə edib və o gün səbəb olub Allah Taala'ya qayıtmağında, tövbə etməyində. Lakin təhlükə nədir? Təhlükə odur ki, insan desin ki, sabah edərəm, sabah qayıdaram, bayramdan sonra doğru yolda olaram və ay qutaracaq, səhifələr büküləcək. Geriyə nə qalacaq? Ancaq peşmançılıq. Və bəzi insanlar heç peşman da olmur. Əgər insan itiribsə bir günü bu aydan, deməsin ki, artıq ayın hamısı gedib, yox. İsrar eləməsin əksinə. İsrardan qaçsın, tərk etdiyi o günün qəzasını edər, saxlamasın tövbəni sabaha, gözləməsin birisi günü. Əksinə bu gündən qayıtsın, sadiq qəlblə desin ki, ey Rəbbim, məni bağışla, tövbələrimi qəbul et. Çünki Allah Taala özü deyir ki, qul ya ibadiyəllezine əsrafu alə enfusihim. Ey öz nəfslərinə zülm etməkdə
həddi aşan bəndələrim, ümidinizi üzməyin. Deyir ki, lə təqnatu min rəhmətillah. Allahın rəhmətindən ümidinizi üzməyin. Ona görə qorxun Allah Taaladan, layiqincə. Bilin ki, Ramazan ömrün fürsətidir. Oruc heç də məhrumiyyət deyil. Əksinə, oruc qəlbi qoruyandır, nəfsləri pak edəndir, səmimiyyətdir Allah Taala ilə. Və nə gözəldir ki, qul bu Ramazan günlərinə girdiyində qəlbində qorxu olsun. Qəlbi qorxu ilə də olsun. Hətta keçmişdə nə naqislik olsa belə, nə nöqsana yol veribsə belə, Allah Taala tövbə qapılarını açıq qoyub. Ona görə orucda səhlənkarlıq etmisənsə, qəsdən orucu pozmusansa və ya heç tutmamısansa, kiçik bir nəsihət kimi bil ki, Allah Taala tövbələri qəbul edəndir. Tövbə et Rəbbinə, sadiq tövbə, peşmançılıq duy, istiğfar et və bu səhlənkarlığın səni israra sürükləməsin, əksinə əzimkar ol qayıtmağa. Həmçinin günahı çalış, etmirsən belə, bundan belə günahdan uzaq ol. Və günah etdiyində belə açıq aydın yayma günahı ki, ayın hörməti düşməsin, sınmasın, başqaları üçün də fəsadı olmasın. Beləcə də kömək ol özüvə itayətlərlə, ibadətlərlə, Quranla, zikirlə, gecələri namaz qılmaqla, sədəqə ilə. Bil ki, yaxşılıqlar günahlara aparır. Ona görə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit hədisin birində Peyğəmbər sallallahu aleyhi və səlləm ənsarlardan birinin bağında olanda səhabələrdən biri gəlir, deyir ki, ya Rasulullah, həlak oldum. Və deyir sallallahu aleyhi və səlləm, nədir onu həlak edən? Səbəbi soruşanda deyir ki, bir həyətə girdim və ya kiminsə həyətinə girdim. Orada bir qadın var idi. Zinadan başqa hər şey etdim o ilə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir ona? Deyir ki, bizimlə cəmaat namazını qıldın. Deyir ki, bəli. Və deyir ki, sallallahu aleyhi və səlləm, innəl həsənətə yudhibnə seyyiyyət. Həqiqətən, yaxşılıqlar pislikləri aparır. Ona görə də ümidsizliyə qapılma. Əksinə axtar səni zəiflədən səbəb nədir? Əgər oturub durduğun insanlardırsa, uzaqlaş onlardan. Əgər gecələri oyaq qalmaqdırsa, tərk et onu. Namazda səhlənkarlıqdırsa, əksinə ciddi ol namazında. Və çalış, səbəbləri islah et, düzəlt. Düzəlt ki, Allah Taala səni düzəltsin. Ona görə Allah Taala bir qövmü düzəltməz. Bil ki, əgər onlar özlərini düzəltməyincə. Allah Taaladan deyirəm ki, Allah Taala bizə bu Ramazan ayında, bu oruc ayında kömək olsun. Onu imanla, savabını Allahdan umaraq tutmağa bizə müvəffəq etsin. Bizi cəhənnəmdən azad etdiyi qullarından etsin. Əgər naqisliyə yol vermişiksə, bağışlasın bizi. Bizi gözəl bir şəkildə qaytarsın doğru yola, düz yola. Və Allah Taaladan deyirəm ki, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkəmizi əmin-amanlıq diyarı etsin. Düşmənlərin şərrindən, məkrindən, hiləsindən qorusun. Ölkə başlığımızı qorusun, onu müvəffəq eləsin. Hər bir xeyrə və uzaq eləsin onu hər bir şərdən. Ətrafında ona xeyirli dəstək olan insanları cəm etsin. Şər, məkirli, xain insanları ondan uzaq etsin. Əqulu mə təsmə'un və əstəğfirullahi li və ləkum və li səiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl-ğafurrahim.